nədir? Hörümçəyin formasına fikir verin. Nə boyda hörümçək? Hər kəsə salam dostlar. Bugün Minecraft'ın bir modu olan Crazy Craft oynayacağım və sizə 3 bölümdə 3 deyirsən, hə, 3 bölümdə sizə bildirmək istəyirdim ki, yəni bu oyunu oynamaq istəyirəm, fikrim var. Sizin fikirləriniz də çox vacibdir. Yəni bu oyunu tanıtmaq məqsədilə çəkirəm bu videonu. Xoşunuza gəlirsə bu oyunu çəkmək istəyirəm və istəyirəm ki, növbəti videolardan görüntülü vəziyyətdə çəkim, yəni öz şəklində görünsün. İstifadə etdiyim montaj proqramından aslında, yəni istəyirəm ki, onu da çəkim. Gördüyünüz kimi Crazy Craft çox dəyişik bir oyundur. Suyun içində su atıdır, su itidir, bilmirəm, nəsə var onun içində. Və əlimdə gördüyünüz oxun elə ki, gülləsi sonsuz olur. Yəni bunu özüm videonu göstərmək məqsədindən çəkdim. Yəni götürdüm əlimə ki, siz də görəsiniz oyun necədir. Yəni tez ölməyim deyinə. Bir də paltarları güclü seçmişəm ki, rahat gedim. Rahat irəliləyə bilim. Sincap zad da var. Bu oyunda qarışqalar da var. Qarışqalar da mənə hücum edir. Burada hər şey mənə hücum edir. Belə hədiyyələri də toplayanda içindən nəsə çıxır. Baxa gör nə çıxdı. Valla bilmədim nəsə çıxdı. Dəqiqə. Bilmirəm nəsə çıxdı. Amma yoxdur heç nə. Heç nə gözü görünmür. Davam edəyim. Qarışqaları da göstərəcəm. Bu inəkdir. Yəni inək. Görürsə açgil inəkdir. Yaraşıqdır başdan ayağa. Nə qılınc güclü dediyinə problemsiz gedə bilirəm. Bir də oxdur, qəşəng oxdur. Aha, burada da qəribə heyvanlar var. İnəkdir bunlar da. İnəkdən qızıl alma düşür. Sonra belə bir yerlər də var. Bilmirəm nəyə lazımdır bu yerlər. Burada çıxmaq olmur. Baxın görək qutunun içində nə var. Bu harasa düşür yenə. Mağaralara nifrət edirəm. Yəni istəmirəm mağaralara girəm. Çıxır belə. Yəni lazımalı bir şey yoxdur burada. Mağaralara niyə nifrət edirəm? Bölüm 2-ni izləyin, görəcəksiniz. 2 idi deyəsən, yox 3 idi. Ha, bölüm 3. Nə oldu burada? Nəysə, çıxın buradan. Çox maraqlı heyvanlar var. Bu dəvə quşudur. Sonra nə var, baxaq. Buraya elə bir gəlmişəm. Buraya gəlmişəm. Mən kuru fırlandım. Burada bu tərəfdən gedim. Yəni buralar mən görmüşəm. İstəyirəm maraqlı yerləri göstərəm sizə. Bu mürəkkəb balıqlardır və mənə kör olmaq üçün nəsə atırlar. Çernil deyək. Yəni mürəkkəb atırlar mənə, kör olum. Baxın, 11 saniyə, 10 saniyə düzələsdi. Oyunu da laqa qoydu. Nə atdılarsa. Əclafdılar. Atmayın da bəsdirin. 2 saniyə qalıb. Atırlara bir qıraq. Hamınızı öldürəcəm, gözləyin. Qaldı başqa. Orada ördəyi vurmaq istəyirəm. Baxın görə vura biləcəm. Qaçır. Vurdum.
Mən belə videonu çəkəcəm, maraqlı yerləri kəsib sizə göstərəcəm. Yəni video çox uzun çəkəcək, maraqlı yerləri qısaldıb sizə göstərəcəm ki, siz də görəsiniz oyun necədir, nə məna daşıyır. Burada da var. Vurdum onu da. Bundan nəsə düşdü elə. Gələn bölümdən istəyirəm ki, web kamera ilə çəkən videonu, yəni özüm videonun bir küncündə elə çəkmək istəyirəm. Like çox az gəlir hələlik, yəni like çox alsın, elə çəkəcəm videoları və əyləncəli videolar da çəkməyə fikirləşirəm. Necə əyləncəli, maraqlı bir videolar da var ağlımda, yəni təkcə oyun deyil, başqa videolar. Bu arada burada yaşayan kəndçilərin evini tapmışam. Burada kəndçilər heç dost deyirlər, yəni mənlə düşmən ola bilərlər. Bunların qapısı bilmirəm hansı tərəfdir, amma yeri qazıb keçdim deyəsə. Əlimdə silah çox güclüdür, bir dəfə vurub öldürür. Yəni kəndçi burada mənə hücum eləsə, bir dəfə vurub öldürəcəm. Oyunu çox qəşəng ediblər, yəni qoruma zad da qoyublar, burada fikir verirsiniz, yəni müdafiə üçün. Belə atıb evlərini yandırmaq olur kəndçilərin. Oh, bu havada niyə yanır? Bax, ora atmışım, o havada yanır. Ora baxın, gördünüz mü? İndi ora gəldi, ikisi də gəldi, yandı. Və orada nəsə... Nədir? Çox maraqlıydı da. Qoyublar evin yandıraq biraz. Yəni mən kənd görəndə ziyan verməkdən başqa heç bir işə yaramıram. Buranı da gördü, yəni bunların kəndidir, bunların yaşayışı belədir. Toyuq cücədir hamısı. İnək yoxdur deyəsən, donuz var bir də. Buralar da yandıraq. Belə yandırım buraları. Yəni oraları da yandıraq. Evin yarısı daşdı, yarısının çox hissəsi daşdı. Bir dənə dam hissəsi taxtadandı bu evdə. Bir də buralar. Yəni burada da maraqlı heç nə qalmadı. Seyrim davam edeyim. Buradan keçeyim. Yəni bulan kəndi bu tərəfi qorumalı, bu tərəfi yox. Bura açıqdır. Bəlkə də var qoruma bu tərəfdən, amma inanmıram. Burada donuzlar var, kəndçilərin. Bu nəsə bilmirəm. Bunun içində nəsə belə bir şey var. Nə çıxdı? Bunlar çıxdı. Bu inəklərdir. Bu nədir? Bu qarışqadır, mən biləyəm nəyə. Yox, o bitkiymiş, elə bildim qarışqadır. Burada qarışqalar da var, çox pis qarışqalardır. Öldürmək çox çətindir, yəni sən dəyməsən, sənə hücum eləmirlər. Yəni sən çaşıb dəyirsən, çox adamı əsəbləşdirir qarışqalar. Dostlar, bir də xahişim var, aktiv olun. Necə aktiv? Like edin. Yəni əziyyətimə qarşılıq verin. Mən də həvəslə videolar çəkeyim. Keçən dəfə video qoymuşam və qoyduğum müddətdən 10 dəqiqə sonra baxıram ki, dislike gəlib. Yəni o qədər maraqsızdırsa həmən insanlara heç deyilsə dislike eləməyin ki, bu tərəfdən video çəkən mənəm, əziyyətim boşa getməsin. Bu arada bu hissə arılarındır. Arı da var oyunda, özü eşya arıları.
Yəni zarafat eləmirəm, eşya arısı deyilən bir şey var burada. Eşya arıları həqiqətən burada çox pis heyvanlardır. Burada, bu oyunda. Və realda bilmirəm. Buraya çıxmaq istəyirəm. Deyəsən, özləri çıxdı, hə. Deyə buradadır. Görürsünüz. Yəni, öldürmək çox çətindir bunları. Birinə dəydi və yaxınlaşır mənə və vuranmadı mənə. Biri öldü. Bunları öldürmək ən asan yolu, bunu götürün var belə. Bunları öldürmək ən asan yolu budur. Bir də buradan biraz özümə torpaq yığım. Niyə torpaq? Çünki düz yuxarı çıxacağım. Çox böyük bir səhv elədi arı, mənə hücum elədi. Bəli dostlar, indi torpağı yığmışam, çıxmaq istəyirəm. Yuxarı çıxmaq istəyirdim ki, arı qoymadı. Və yəni bir dəqiqə, haradadır? Qoymurlar ki, yuxarı çıxam. Yəni özlərinə ziyandır. Bilirlər ki, öldürəsiyəm. Bəs edər. Bir dəqiqə. Arı yoxdur, yox. Rahat çıxa bilərəm. Yaxında yoxdur. Niyə atmıyor bura? Belə. Şey çatdım bura. Burada böyük arı var. Yaddan çıxartmışdım bunu. Mən videolara çox montaj edirəm. Yəni vaxtım çox gedir montaja. Sizdən də istəyim budur ki, yəni heç deyəsə əziyyətimi itirməyin. Boşa getməsin əziyyətim. Bu arada buranı dağıdım. Biri dağıldı. Qaldı ikisi. Yəni bunlar öldürər. Çox çıxırlar. Öldürdüm hamısını. Öldürdüm, yəni onu dağıtdım. Daha tez-tez çıxmayasıdır. Burada nə var? Spavon B, bunu bilmirəm nədir. Option məndə olan güclülərdən yoxdur hələlik. Yəni çox lazım olan bir şey yoxdur. Yəni göstərmək məqsədindən sizə ora göstərdim, çıxdım ora. Sonra hansı tərəfdən gəlmişdim? Bu tərəfdən gəlmişdim deyəsən. Dostlar, buradan davam edirəm. Baxacam görə qabağımın nəsə maraqlı bir yer çıxsa sizə deyəcəm və bu oyunda əjdaha var. Əjdaha inanmıram hələlik qabağıma çıxar. Yəni qabağıma çıxsa onu da göstərəcəm və videonu dayandıracağım. Çıxmasa yenə də bir maraqlı bir şey tapana kimi video davam edəcək. Yox, kəndə getmək istəmirəm. Kənddə maraqsız olur. İstəyirəm ki, maraqlı bir yer olsun, əyləncəli bir yer olsun. Göstərməyinə dəysin və orada nəsə var. İnəymiş. Sevindim ki, nəsə var göstərməyə, yoxdur. Baxaq görək. Baxın bir dənə oxların gözəlliyinə baxın necə gedir. Düz kəndçilərin evinə. Çox xoşuma gəldi həqiqətən də bu oyun. Fikir verin uzaqdan necə oxları atıram bu kəndçilərin evinə. Çox əyləncəli bir şəkil var burada. Toyuğun başında nəsə heyvan oturub, insan oturub, çaşdım. Heyvan başında insan oturub və istəyirəm bunu öldürüm. Öldü. Hətta olmayıb. Hətta nəsə bilmirəm. Lava mənə canımı elə çox da aparanmır. Sunfish. Yəni günəş balığı. İngiliscədə çox bilmirəm, yəni çox qəşəng, mükəmməl bilmirəm, amma başa düşürəm, danışığı başa düşürəm, yazını başa düşürəm, amma danışa bilmirəm, elə qəşəng. Dostlar, istəyirəm ki, yəni video çox uzun çəkəcək və kəpənək var, burada çox böyük bir kəpənək var, onu da göstərim sizə hazır.
Söz yarımçıq qaldı. İstəyirəm ki, video çox uzun olasıdır. Yəni bəzi yerlərini kəsib, sıxıcı yerlərini kəsim montajla maraqlı yerləri göstərim və bir dənə kəpənək var qabağımda. Hələlik 2 dəfə dəyəcəksən, 1 dəfə dəyəcək. Öldürmək istəyirəm onu. Özü nəsə atırdı mənə. Oddur, nədim atırdı. Amma öldürdüm. Yəni belə maraqlı heyvanlar çoxdur. Əjdahalar var ən çox. Əjdahalar hələlik qabağıma çıxmıyor. Yəni qurbağa görməyənlər də qurbağı görə bilər oyunda. Burada da öldürdüm. Bu ağaçlar mən bilən Çində olur. Yəni bir də çiçəkli ağaçlara oxşuyur. Nə bilim. Çində çox görmüşəm beləsi ağac. Yəni Çin kinolarında. Yəni Çinin özünə getməmişəm. Çin kinolarında görmüşəm. Amma qəşəng ölkədir mən bilən. Yəni görməli yerlər çoxdur, qəşəng. Bu inəkdə də var, başında nəsə olan. Abla, nə arıyorsunuz burada? Hat unlike deyir. Nəsə açıldı, papaq açıldı deyir. Nəyə açılıbsa bilmirəm. Dostlar, kreativ modu açıb əjdaha qoyacağım və əjdahanı da göstərəcəm və beləliklə videonu sonlandırmaq istəyirəm. Bu əjdahadır. Bir dəqiqə əjdahanı da öldürməyə çalışdım. İndi mən üstümə hücum edir. Amma mənə öldürə bilməz o. Çünki ən güclü paltar məndədir. Nə arır bu? Bilmirəm daha nə arır, nəsə. Amma çox güclü əjdahadır, belə görünür. Çünki fikir verirsiniz, mənə nəsə vurur. Yaxşı ki, əlimdə var, uçan paltar var. Məni havaya qaldır və yerə çarpmaq istəyir. Elə bir fikir var bu əjdahanın. Amma hələlik heç nə edəməyib. Canım hələ tərpənməyib. Bir dəqiqə yaxınlaşıb. Belə bununla öldürüm də. Oxlar ard-arda vururam ki, dəyində 5-i birdən dəysin. Amma hələlik heç bir dəyməyib. Dəymək istəyir. Öldürəcəm səni çox. Baxım görə canına qədər qalxma. Canına da baxma olur. Əjdahara getdi. Hələ canı fikirləşin, baxın. Bir damcı gedib hələ canı. Əl çəkmir əcdah məndən. Məni öldürmək istəyir. Amma hələlik heç bir xəsarət verəməyib. Mən də onu öldürəcəm və videonu sonlandıracağım. Çabalaya gəlir üstümə. Elə 5 yaşında uşaqdır, bəbədir, bilmirəm nədir. Amma zəifdir mənə görə. Gəbra. Dəymir. İstəyirdim ki, uça biləm və uça-uça bunu öldürəm. Amma uça bilmirəm, çünki o məni götürüb yerə çaxmaq istəyir. Bu gördüyünüz paltarlar məni uçmağa köməkli, yəni yerə çaxılmaqdan qoruyur. Və hara gelirsən. Bomba da atır ağzından, bir ağzından bomba atır, bir ağzından alov atır, bir ağzından da məni göyə atır. Yəni güclü əcdahadır. Bir dəqiqə sizə maraqlı bir silah da göstərmək istəyirəm. Bir dəqiqə göstərim sizə maraqlı silahı. Bu da maraqlıdır. Bu yox. Əsas maraqlı silaha keçək. Yəni gördüyünüz kimi çox şeylər var burada. Fikirləşəm, yəni bu qədər şey bir dənə oyunda toplansa, yəni ona görə donur oyun. Normalda donmağı mənə gəlir. Buradadır silah. Bu Portal Gun bilmirəm nədir, bir dənə baxaq buna da. Yəni hamısını yoxlayacağım. Bu da yox, Speeder Robot Kit. Bu da yox, buna da baxaq. Yəni hamısına baxacağım.
Nədir? O özümə düşmən qazandım bir dənə də. O çox maraqlı, həqiqətən çox maraqlı heyvanlar var burada. Yəni düşmənlər. Bu da bir dənə düşmən. Bu nədir? Oo, hörümçəyin formasına fikir verin. Nə boyda hörümçək? Əjdaha heç nədir bu yanında? Oo, bu hörümçək lap süperdir. Oo, hörümçəyə baxın, hörümçəyə. Yanına bir dənə də üstündən qoyaq. Of, bunlar nədir? Dostlar, sizə bir dənə də silah göstərmək istəyirəm. Bu arada bunlar da mənim düşmənlərimdir. Bir dəqiqə mod açım, bir dəqiqə. Modu bağlayayım daha doğrusu. Yəni, baxın görün necə hücum edir, gördünüzmü? İstəyirəm bunları tələyə salım, necə tələyə bir dəqiqə göstərim. Bu portaldır və portala düşsə və portalın ən ucuna gedir. Hara getdin sən? Baxın, mən düşdüm və ayrı bir yerə girəm. Gördünüzmü, indi buradan qaydıram. Bura gəldi. İstəyirəm indi baxaq görün nəyi tələyə salım. Bura salacam tələyə. Fikirləşin də oradan lava üstə düşəsdi. Kimi sala tələyə? Bir dəqiqə bunu... Özüm gedirəm. Özün bir dəqiqə. Qayıtdım. Biri düşdü tələyə. Haradaydı lava? Gözlə. Oraya getməyibmiş. Oraya, bura. Düz ora. Ay. Adam hara getdi? Yəni adamı görə özümü təhlükəyə saldım. Portal çox axmaqdır. Planım baş tutmadı. İstəyirəm bir də yerinə yetirəm həmən planı. Dəqiqə. Bu hissədən atacağım və belə. Hazır. İndi diqqətli olacağım və rahat edəcəm və özüm düşməməyə çalışacağım. Bir dəqiqə. Bunu bura atım və bu adamı özümün yanıma çağırayım. Bir dəqiqə çağırdım. Gəl bura. Gəl. Gəl. Dostlar, birinci cəhd alınmadı. İndi istəyirəm ikinci cəhdə başlayayım. İkinci cəhdə quşu salım. Ya da bu adam mənə bəs eləyər. Bu adam gəlsin. Bu adam hara gedir? Bir dəqiqə tam üstünə düşdü. Düşdü. Baxın. Görürsünüz, bax o adamdır, həmən adamdır. Orada qızarır və qızardı deyəsən. Yana dayanıbdır. İstəyirəm videomu burada sonlandırım. Bir dəqiqə bu adam ölsün tam. Öldü. Videomu burada sonlandırmaq istəyirəm. Yəni bəzi hissələri götürəcəm, bəzi hissələri, oyunun bəzi hissələrini saxlayacağım, montaj edəcəm. Yəni ürək sıxıcı yerlərini götürəcəm və maraqlı yerləri sizə təqdim etməyə çalışacağım. Oyun gördüyünüz kimi çoxlu vasitələr var. Yəni istədiyiniz hər şey var burada. Çoxdur, həddən artıq çoxdur burada hər şey. Yəni xoşunuza gəlirsə like edin və 50 like gələrsə bu videoya, 50 like, mən Crazy Craft oyununu elə bir ki bölüm sizə çəkib göstərəcəm. Yox, gəlməzsə nə vaxt gələrsə həmin vaxtda Crazy Craft'ı çəkib başlayacağım sizə göstərməyə oyunu. Yəni sizə oyunu tanıtacağım. Video xoşunuza gəlirsə like etməyi unutmayın. Sağ olun, salamat qalın.